Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Uzun zamandan sonra səsli video çəkirəndə yenə danışmaq yadımdan çıxıb. Nəysə, bu gün bu videoda birlikdə Çin marketindən aldıqlarımı sizə göstərəcəm. Eyni zamanda sonda yemək də hazırlamışam. Həmin yeməyi də sizlə paylaşacağam və təbii, real, dürüst şəkildə öz fikirlərimi sizlə bölüşmüş olacağam. İndi isə baxaq görək nələr almışam və dadları necədir. Jelelər ananas, lotus və şaftalı dadındaydı. Meyvə qurularının içində banan, əzgi, çiyələk, liçi, mango, bir də nəsə var idi, unutdum. Uşaq konfetlər də üzümlü, bir də şaftalı idi. O digər sərt konfetlər isə həm təbii probiotik idi yazılmışdı. Biri çiyələk dadındaydı, digəri isə matcha dadındaydı. Bu jelə də liçili idi və olduqca ləzzətli idi. Keçək yeməklərimizə. 2 müxtəlif yemək hazırlayacağam. Hər birinin dəqiq miqdarını təsvir hissəsində qeyd edəcəm. İlk olaraq onu demək istəyirəm ki, bu videoda çoxlu yoğuruq və qarışdırıq sözlərlə qarşılaşacaqsınız. Deməli, ətimiz çəkilmiş ət olmalıdır. Mən duz istiyot heç nə vurmamışdım. Çünki həm sos, həm də üzərinə vuracağımız sosda həm duz, həm istiyot olduqca çox olduğu üçün ətə də vursaydım çox duzlu olardı. Deməli, ət, göyərti, sarımsaq yaxşı-yaxşı qarışdırırıq, sonra kök əlavə edib yenidən yoğururuq. Burada əsas məqsəd odur ki, o qədər yaxşı yoğuraq ki, tərəvəzlərlə ət bir-birinə yaxşı keçsin ki, bişəndə də ləzzətlər bir-birinə qarışsın və daha ləzzətli olsun. Ardınca soya sosu əlavə edirik. Soya sosu zövqə görədir. Mən çox sevdiyim üçün çox əlavə eləməyi üstünlük verirəm. Amma baxır, yəni reseptə görə də əlavə edə bilərsiniz, damaq zövqünüzə görə də əlavə edə bilərsiniz. Əti yaxşı-yaxşı yoğurandan sonra növbəti mərhələ düyü yufasını yaxşı-yaxşı islatmaqdır. Bunda necə eləyirik? Adi qayğanağın reseptidir. Yumurta, duz istiyot və yağ qarışdırırıq, geniş bir boşqaba alırıq. Sonra yuxanın hər közünü ona batıracağıq ki, yaxşı islansın. Elə bir keyfiyyətdə ya da materialda mı desəm, yəni elə bir formadadır ki, az islatsan bükülmür, çox isladanda da cırılır. Gərək diqqətli olasan. Çox nazik və çox zərifdir. Bu arada o yağın içinə atanda şişir, daha chips formasına gəlir. Onu da sınamışdım. Sadəcə onu videoya almamışam, çünki sonra bir takım aksiliklər oldu və mən onu yandırdım. Nəysə, burada da ətləri köftə formasına gətirəm, sonra görəcəm ki, onlar çox böyükdür. Daha doğrusu anam mənə kömək eləyəcək ki, onların ölçüsünü kiçildək. O hissələri çəkməmişəm təbii ki. Bu arada videoda 80% anamın əməyi keçdiyi üçün ona təşəkkür edirəm. Buradan dərin minnətdarlığımı bildirirəm. Nəysə, köftələri eləyəndən sonra artıq demək olar ki, mantı ilə olan bütün işlərimiz bitir. Bu arada indi videoda da görəcəksiniz. Mantı formasına gətirəndən sonra başını bağlamaq üçün istifadə edəcəm göyərtidən. Göyərti heç bu qədər yaxşı düyünlənər ağlıma gəlməzdi. Düşünürdüm ki, açılar. Amma açılmadı. Bu arada orijinal tarifdə yaşıl soğanla bağlayırdılar. Amma mən göyərti ilə bağlamaq seçdim. Çünki yaşıl soğan başqa bir növbəti tarifimiz üçün ehtiyacımız olan məhsullardan biridir və mağazada sadəcə bir dəstə qaldığı üçün bir dəstə ilə hər iki yeməyi qane eləməli idim. Ona görə bir takım problemlər ola bildi. Burada da nə qədər istəyirəm ki, airfryer tavasına qoya bilim, qoya bilmirəm. Sonra anam sağ olsun yenə həmişə kimi kömək edir ki, qoyaq. Bunu göndərirəm sobaya. Deməli, airfryerdə 200 dərəcədə 20 dəqiqə ya da 250 dərəcədə 15 dəqiqə olmaqla bişirin. Sonra gəlirik digər yeməyimizə. Digər yeməyimizin də deməli məhsulları nələrdir? Küncüt, yaşıl soğan, sarımsaq. Bunları tökürük qabımıza. Sonra bu aldığım təzə bibər sosundan 2 çay qaşığı tökdüm mən, amma bunun əvəzinə 1 çay qaşığı pul biber və 1 çay qaşığı bibər tozu da istifadə edə bilərsiniz. Sonra burada qaynadılmış yağda o qədər bərk səs çıxırdı ki, və yağlar sıçradıqca əlim yandırırdı. Bilsəydim belə bu dərəcə yandıracaq istifadə edərdim, əlcək. Heç ağlıma belə gəlməmişdi. Burada yaxşı-yaxşı qarışdırırıq. Deyirəm də bu videoda ancaq 2 şey eşidəcəksiniz. Qarışdırırıq, yoğururuq. Burada qarışdırma məqsədim odur ki, bir-birinə keçə bilsin məhsullar. Çünki biri yağdır, biri sosdur, biri biraz da başqa materialdadır deyəcəkdim. Başqa bir formadadır. Ona görə qarışdırmaq lazımdır ki, dadlar bir-birinə keçə bilsin. Soya sosunu da əlavə edirəm. Yenə başlayıram qarışdırmağa. Əgər o böyük qabdakı şeyin nə olduğu sizə maraqlı gəlsə, sirkədir bu arada. Əslində orijinal tarifdə Çin sirkəsi yazılmışdı, ya da ki, qara sirkə. Qara sirkə mi olur? Zaten hamısının rəngi qara deyilmi? Yoxsa mən bilmirəm. Qara da deyil, qəhvəyə hər bir rəngə olur da, hamısının yəni sarı və onun tonları olur. Nəysə, ondan olmadığı üçün ChatGPT dostumdan soruşdum ki, nə əlavə edə bilərəm? Dedi ki, alma sirkəsi əlavə edə bilərsən.
Bu da alma sirkəsidir deyə könül rahatlığına əlavə elədim. Sorursuz nəyə işə yarayır? Heç bir fikrim yoxdur, amma sosun reseptində vardı deyə istifadə eləmək qərarına gəldim. Bu arada burada da toyuq bulyonu deyilmişdi. Amma mən toyuq əti yeyə bilmədiyim üçün burada mal ətin bulyonundan istifadə elədim. Bu arada bu bulyonlar nə qədər duzluymuş. Sırf buz və soya sosu birləşib, hətta o biberli sos da birləşib mənim vermişlərimi elədilər duzlu. Yəni tamamilə bunların günahıdır. Çünki indi görəcəksiniz irəlidə çox az duz və şəkər tozu əlavə eləmişəm. Nəysə burada da yaxşı qarışdıram. Çünki fikir versəz görəcəksiniz ki, soya sosu ilə yağ bir-birinə qarışmaq istəmir. Yəni orada böyük bir belə deyim, həyat-məmat məsələsi var idi. Nəysə ki, qarışdırmağı bacardım. İndi də keçəcəyik digər mərhələyə. Şəkər tozu əlavə edilir. Şəkər tozu dadı balanslasın deyəymiş. O da çox az belə qaşığın ucunda bir şey lazım idi. Elə onu əlavə elədim və ardınca da duz. İndi görəcəksiniz, baxın nə qədər azdır da, yəni o qədər məhsula görə heç nədir əslində. Amma yenə də duzlu çıxdı. Çünki dediyim kimi günahkar duz deyildi, başqa məhsullar idi. Yəni burada başlayırıq, qarışdırırıq və qarışdırırıq. Bunu da demədən keçməyəcəm ki, marketdəki işçilər o qədər səmimi idi ki, o qədər mehriban idilər və dost canlısı idilər ki, həqiqətən nə məhsul seçəndə incitmirdilər, amma nəsə kömək istəyəndə də o dəqiqə köməyə gəlirdilər, həm mehriban idilər. Yəni həqiqətən mükəmməl dörd dörtlük bir alış-veriş necə deyim, təcrübəsi oldu mənim üçün. Burada da niyə sudan çıxardıram bunu? Çünki başda deməyi unutmuşam. 30 dəqiqə həmin o verməşilər vardı, başda göstərdiyim. Birinci buz kimi suda 30 dəqiqə onları gözlətmək lazımdır ki, yumşasınlar. Ondan sonra qaynanmış suda, qapqaynar gördünüzdə buxar çıxırdı suyundan. Sonra qaynar su da saxlayırsan ki, indi özünə gəlsin. Bununla da verməşimiz pişmiş olur. Baxın, yenə əlcək yemişəm. Çünki nə edirik? Yoğuruq. O yoğurduğumuz da nə idi? Yer kökü idi, xiyar idi. Bir də ki, cəfəri idi, səhv xatırlamıramsa. İstənilən cür ot vura bilərsiniz də. Onsuz da mən yəni onların dadını seçə bilmirəm. Mənim üçün heç birinin dadı yoxdur o yaşıllıqların. Ona görə yəni məncə sizin üçün də bir fərqi olmaz, yəni hansı ot olduğu. Yəni cəfər də olar, o biri bir dənə fərqli gül oxşayan ot da var, o da olar belə. Yəni bol qarışdırırıq və görürsüz ki, ərişdələr o qədər iç-içədir ki, ərişdə demək düzmü olar? Məncə düz deyil. Bunun adı verməşildir. Çünki ərişdə xəmirlə olandır. Nəysə, şəffaf verməşillərimiz. İndi görəcəksiniz, burada uzun-uzadı qarışdıram ki, bir-birinə yaxşı-yaxşı keçsin, dad yaxşı-yaxşı hopsun. Bu arada qəribə bir şəkildə indi yeyəndə anam deyəcək, onu səhv xatırlamıramsa, dəniz məhsullarının dadı gəlir. Amma bu verməşilin hazırlanma, yəni qutusunun üstündə yazılan düyüdən hazırlandığı idi. Olsun ki, nəsə tərkibində dadlandırıcı var, o dəniz məhsulu dadı verir, ya da birləşdirdiyim soslardan da əlaqəli ola bilər. Amma həqiqətən, yəni sanki içində krevetka ya da başqa bir dəniz məhsulu varmış kimi dadı vardı. Aşağıda pilavımızı. Tamam. Beğendin? Balık tadı gelir. Sen necə qəşəng götürdün onu? Mən heç götürə bilmirəm. Məncə qəşəngdir. İndi bunu da sınayaq. Buna həqiqətən də balıq dadı gəlir. Balığın dadını nə verə bilər buna? Soya sosu verib yəqin ki. Ümumiyyətlə qəşəngdir. Məncə sınamağa, yeməyə dəyər. Yəni maraqlıdır. Həm də zaten çox da əziyyət vermir. Yəni ana doğradığı üçün mənə çox da bir əziyyət vermədiyi üçün. Məsələn bu çox asandır. Yəni o zaten bu hissəsi hazırdır. İçinədir, ətdir. Yəni hazır tərəvəzləri də qarışdırsan və s. Bu da eyni zamanda. Bunu bir dənə incidən o 30 dəqiqə soyuq su, 10 dəqiqə isti suda gözləmək prosesi. Belə yəni ikisi də qəşəng. Küncüd. Hə, tamam. Bir də küncüd düzdür. Küncüdün dadı, küncüd əməl başda dadı verir ona. Hətta bəzi videolar var da küncüd sosla vururdular. O da qəşəngdir.
Yəni baxın da, yəni nə ilə eləyirsə, mən onsuz da əsas resepti paylaşmış olacağam. Yəqin ki, paylaşmışam. Belə yəni. Qəşəngdir. Bəyəndim. Siz də sınaya bilərsiniz. Bu günlük bu qədər idi. Sağ olun.